İllərlə yüksək dövlət postlarında oturan deputat və Daşkəsən İcra Hakimiyyətinin başçısı olmuş Əhəd Abiyevin gizli sərvət xəritəsi açılıb. Yayılan rəsmi siyahı sabiq məmurun ailə üzvləri ilə birlikdə nəhəng bir əmlak imperiyası qurduğunu iddia edir. Bir xəbər media no kommentasa istinadən xəbər verir ki, şok siyahıda paytaxtın ən lüks səmtlərində yerləşən çoxsaylı mənzillər, Badamdarda yan-yana ucalan 3 villa, Milyonerlər məhəlləsindəki malikanə və bölgələrdəki otellər yer alır. Amma Abiyevlərin əsas əmlak bumu onun doğma rayonu Masallıda yaşanıb. Məlumata görə Masallıda dövlətə məxsus çörək kombinatı, yanacaq doldurma məntəqəsi və dəyirmən sahələri Əhəd Abiyevin qardaşlarının və yaxınlarının adına dəyərindən çox aşağı qiymət özəlləşdirilib. Ən kəskin iddialardan biri isə isti suda yerləşən hektarlarla ərazisi olan Sağlamlıq və İstirahət Mərkəzinin əvvəlki sahiblərindən qanunsuz və təzyiq yolu ilə alınaraq Abiyevlərin mülkiyyətinə keçirilməsidir. Torpaq şöbəsi müdiri olan qardaşının işçilərini binadan çıxarıb obyekti özəlləşdirməsindən tutmuş, seçki dairəsi sədrinin adına keçirilən əmlaklara qədər bu böyük şəbəkə barədə hələlik qarşı tərəf heç bir açıqlama verməyib. Bir xəbər media olaraq məsələni diqqətdə saxlayırıq. Abiyevin əmlaklarının siyahısının adı ilə tanış olmaq üçün bir xəbər media saytına daxil olub xəbəri ətraflı şəkildə oxuya bilərsiniz.